Salam, hər birinizi xoş gördük. Əgər 2027-ci ildə və ya daha sonra buraxılış imtahanı verəcəksinizsə, bu video sizlər üçün çox vacibdir. Çünki artıq sistem dəyişdi və 11-lər üçün yeni bir imtahan modeli olacaqdır. Gəlin onunla tanış olaq. Videonu sona qədər izləyin, çünki çox vacib məlumatları sizinlə paylaşacağım. Öncəliklə qeyd edim ki, yazı işi və reading, qapalı suallar, daxili, qrammatika hamısı bərabər 30 sualdan 26 sual sayına enir. Əvvəl 30 sual idi bilirsiniz, indi 26 sual olacaq cəm olaraq. 26 sualdan 25-i qapalı tipli suallardır. Bu da nəzərinizdə olsun. Biri isə yazı tiplidir, yəni esse tipində və bu da demişdik ki, 100 sözdən ibarət olmalıdır tam bal üçün. Bu bir yazı işi. Dinləyib anlamaq, yəni listening 4 sualdır, reading 8 sualdır və 2 belə deyək, mətindir, hərəsi 4 sual. Qrammatika isə 13 sualdır. Yəni, qapalı olmaq şərtilə belə deyək. Və ehtimal yazmışam, amma ehtimal ki, bu dəqiq olacaq belə deyək. Çünki əlavə olaraq 15 dəqiqə artırılması Dimin əməkdaşı dediyinə görə nəzərdə tutulur. Yəni, 15 dəqiqə buraxılış fənni üçün ingilis dilinə əlavə olaraq veriləcək ki, esseni şagirdlər yaza bilsinlər. Və esse yazarkən deyilir ki, esse bir abzas daxilində yazılmalıdır. Yəni, paragrafları bölməyə ehtiyac yoxdur. Bir abzas daxilində vurğulanır. Giriş, əsas hissə və nəticə hissəsi və qeyd olunan fikirlərə əsasən demək olar ki, minimum 70 söz olmalıdır ki, şagird buradan bal ala bilsin. Yəni, 70-dən aşağı olanda deyilir ki, bal verilməyəcək və təbii ki, tam bal almaq üçünsə 100 sözdən ibarət olmalıdır. Qiymətləndirmə də bugün açıqlandı, yeni açıqlandı. Necə ki, şəkillər üzrə essedə 16.7 bal idi. Artıq bu 100 sözlük essenin də balı 16.7-dir. Yəni 9-ların köhnə, yəni əvvəlki sisteminə əsasən. Belə əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu. Ehtimal ki, çətindən asana doğru gedir. Yəni 30 sualdan 26-ya indi və yazı işindən başqa o birlər qapalı suallar oldu. Sadəcə esse məsələsi biraz çətin məsələdir, amma ki, siz bunun da öhdəsindən gələrsiniz. Hər birinizə uğurlar olsun.